Ağbulaq İstirahət Mərkəzində təşkil olunan tədbirdə iştirakçılar sərgi və stendlərlə tanış olub, kiber təhlükəsizlik sahəsində tətbiq olunan müasir texnologiyalar və innovativ həllərlə bağlı məlumat əldə ediblər. Bu, Azərbaycan Respublikası ərazisində aparıcı, istehsalçı, distributor kimi fəaliyyət göstərir. Kiber təhlükəsizlik təlimi çərçivəsində təşkil olunan sərgidə beynəlxalq şirkətlərin texnoloji yenilikləri də nümayiş olunur. Burada gördüyünüz məhsullar yeni texnologiyalar, müasir texnologiyalardan, uzaqdan idarə olunma texnologiyaları, fixed network'dür, Ocean'dır, yəni power'la bağlı bütün məhsullar sərgilənir. Kiber təhlükəsizliklə üçün Ocean Cyber, yəni Ocean Store Pacific odur ki, bütün məlumatlar bir yerdə toplanır və bir yerdə toplandığından baxmayaraq həm də onun təhlükəsizliyi qorunur. Yəni storage sırf, yəni bu məhsullar sırf kiber təhlükəsizliklə bağlıdır. Təlim başlamazdan öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, nazir vəzifələrini icra edən Azər Məmməd Rəhimov bu cür təlimlərin müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib ki, rəqəmsallaşmanın sürətlə artdığı bir şəraitdə dövlət qurumlarının kiber təhlükəsizliyinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. O, informasiya təhlükəsizliyinin təmin olunmasının yalnız texniki məsələ deyil, həm də idarə etmə və məsuliyyət məsələsi olduğunu diqqətə çatdırıb. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev kiber təhlükəsizlik sahəsində maarifləndirmə tədbirlərinin davamlılığının vacibliyini vurğulayıb. O bildirib ki, müasir dövrdə informasiya təhlükəsizliyi yalnız IT mütəxəssislərinin deyil, bütün rəhbər şəxslərin diqqətində olmalıdır. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri Şahmar Hacı Yahyayev vurğulayıb ki, qurumların rəqəmsallaşması ilə paralel olaraq kiber təhlükəsizliyinin də təmin edilməsi olduqca vacib faktordur. Bu sahədə Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi olaraq böyük işlər görülür. Belə ki, son 2 ildə 200-dən çox rəhbər şəxsə və 50-dən çox qurumun 6000-ə yaxın əməkdaşına kiber maarifləndirmə təlimləri keçirilib. Bu da həmin qurumların kiber dayanıqlığının artırılması istiqamətində atılan ciddi addımlardır. Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzinin xarici təlimçi heyəti və İRIA tərəfindən dəvət edilən ekspertlər tərəfindən rəqəmsallaşma, süni intellekt və kiber təhlükəsizlik sahələrinə dair müxtəlif aktual mövzularda təqdimatlar və praktiki workshoplar həyata keçirilib. Rəhbərlər üçün təşkil olunan kiber təhlükəsizlik təlimində hazırda kiber təhlükəsizlik sahəsi üzrə əldə olunan yeniliklər və bu sahədə olan risklər, eləcə də texnologiyanın risk gəldiyi son nöqtə olan süni intellektdən səmərəli istifadə ilə bağlı xarici təlimçilərin iştirakı ilə fikir mübadiləsi aparılır. Kiber təhlükəsizlik sahəsinə dair əsas anlayışlar, müasir qlobal çağırışlar və dövlət sektorunda rast gəlinən əsas risklər geniş şəkildə izah edilib. Daha sonra rəhbər şəxslərə yönəlmiş hədəfli hücumlar, xüsusilə SEO və yüksək vəzifəli şəxslərin phishing, sosial mühəndislik və digər kiber hücumlara məruz qalma halları real nümunələr əsasında təhlil olunub. Bugün burada baş tutan tədbir əsas məsələ rəhbər şəxslərə bu sahədə kiber təhdidlərin hansı formada yarandığını, kiber təhdidlərin real həyatımıza hansı təsirlərin elədiyini və bu sahədə düzgün investisiyanın aparılmasını və kiber risklərə qarşı hansısa bir dayanıqlıq modelini təşkil etdiyimiz barədə fəaliyyətimizi aşılamaqdan ibarətdir. Düşünürəm ki, bu sıra silsiləvi tədbirlər Azərbaycanda informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyə dair təsdiq olunmuş strategiyanın alt bəndlərində də görüldüyü kimi təkcə kadr potensialının, insan faktorunun belə deyək, inkişafından ibarət deyil, eyni zamanda rəhbər səviyyəsində də düzgün idarə etmə səviyyəsində veriləcək qərarların bu sahəyə güclü tətbiqindən ibarətdir. Visit the first time in Naxçıvan. Teknion Cyber Pro AI şirkəti olaraq Naxçıvanda ilk səfərimizdir. Belə mötəbər, yüksək səviyyəli tədbirdə iştirak etmək çox xoşdur. Təbii ki, bu bizim İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini təmsilən etdiyimiz ilk belə yüksək səviyyəli təlim deyil. 3 ildən artıqdır ki, Azərbaycanda vahid bir ailə olaraq Azərbaycan Respublikasının kiber mühitini, kiber ekosistemini dəyişməyə, yeniliklər gətirməyə çalışır. Bu istiqamətdə işlər görülür. Telekom və sığorta şirkətlərinin müxtəlif əməkdaşları üçün
üçün təlimlər keçir, maarifləndirici tədbirlər, kiber seminarlar, workshoplar təşkil edirik. Paralel olaraqsa Azərbaycanda gələcəyin kiber mütəxəssislərini də yetişdiririk. Son 3 ildə 300-dən çox məzunumuz olub. Peşəkar mütəxəssislər yetişdirmişik. Onlar hazırda müxtəlif sahələrdə, nazirliklərdə işləyirlər. Bizim texnologiyamız, ekspertlərimiz və təmsilçilərimizlə birgə daha öncə bildirdiyim kimi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birlikdə gələcək nəsillərə məncə ən yaxşı təcrübəni vəd edirik. Məqsədimiz Azərbaycanı kiber təhlükəsiz məkana çevirmək və kiber təhlükəsizlik, eləcə də süni intellekt kimi sahələrdə inkişaf adına kömək göstərməkdir. Təlimdə həmçinin informasiya sızmalarının baş vermə səbəbləri, o cümlədən insan faktoru, zəif təhlükəsizlik siyasətləri və texniki boşluqlar müzakirə edilib, bu risklərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər və effektiv idarə etmə yanaşmaları iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin açıq mənbələrdən məlumat toplanması və təşkilatlar üçün yarada biləcəyi təhlükələr barədə ətraflı məlumat verilib. Ümid edirik ki, həm laboratoriya imkanları, həm innovasiya mərkəzinin imkanları, həm eyni zamanda yaradılmış yeni kitabxana imkanları, əzəmi professorların tədrisdəki iştirakı və bu ixtisasa gələn yüksək ballı tələbələrin həvəsi və marağı bu sahədə Naxçıvan Muxtar Respublikasında kadr hazırlığına öz töhfəsini verəcək. Məqsədimiz rəhbər şəxslərin biznes qərarlarının verilməsi və qərar qəbul etmə zamanı kiber risklərin qiymətləndirilməsi, kiber risklərin qiymətləndirilmə zaman qərar qəbul etmədə bunu hansı formada tətbiq edəcəkləri haqqında praktiki bir workshop əhatə edir bizim bu təlimimiz. Hal-hazırda bizim tərəfdaşımız olan Texnologiya İnstitutunun ekspert və akademik heyəti tərəfindən bu təlim həyata keçirilir və düşünürəm ki, Muxtar Respublikanın rəhbərləri bundan yararlanacaq və bunu praktiki olaraq icrasına da öz töhfələrini qatacaqlar. Təşkil olunan masaüstü məşğələlər zamanı iştirakçılar real ssenarilər üzərində işləyərək kiber insidentlərə reaksiya vermə, qərar qəbul etmə və böhran vəziyyətinin idarə olunması bacarıqlarını praktiki şəkildə tətbiq ediblər. Bu sessiyalar rəhbər şəxslərin kritik situasiyalarda operativ və düzgün qərar vermə qabiliyyətlərinin gücləndirilməsinə yönəlib. Təlim çərçivəsində həmçinin web fəaliyyətlər zamanı istifadəçi davranışının analizi, brauzer artefaktları vasitəsilə istifadəçi niyyətinin və potensial risklərin müəyyən edilməsi, eləcə də rəqəmsal izlərin təhlükəsizlik baxımından qiymətləndirilməsi kimi müasir və aktual məsələlərdə geniş müzakirə olunub. Tədbir, sual-cavab sessiyası və yekun müzakirələrdən başa çatıb. Xosrov İbrahimov, Əfqan Hüseynov, NTV Xəbər.